Qobustan rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunda anım günü tədbiri keçirilib. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Qobustan rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, idarə və müəssisələrin rəhbərləri, rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları ilk öncə Qobustan şəhər şəhidlər xiyabanını ziyarət etmiş, sonra Qobustan şəhər Heydər Əliyev prospektində ağac əkmə aksiyası keçirilib və 100 ədəd sərv ağacı əkilib. Qobustan rayon Gənclər Evi binasının akt salonunda davam edən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, anım günü dərin ehtiramın ifadəsidir. Tədbirdən sonra şəhidlərin xatirəsini yad etmək məqsədi ilə saat 12:00-da Qobustan rayon ərazisində bir dəqiqəlik sükut olundu. Elvin Qudrətov, Rafiq Həsənov, Fərid Niftullayev, Bugün informasiya proqramı üçün.